2003-cü ildə çap olmuş bu 2 dollarlıq əskinaz 200 dollardan baha qiymətə satılıb. Onun belə qiymətli olmasına təsir edən 3 amil var. Birincisi, bu əskinaz ümumiyyətlə dövrəyə dolmayıb. Bu əla vəziyyətdə saxlanılmış, rəngləri parlaq, cağ, 64 dərəcəsində sertifikatlaşdırılmış bir nümunədir. Yəni ciblər, kassalar görməyib, bankdan çıxan kimi kolleksioner tərəfindən götürülüb. İkincisi, bu ulduzlu əskinazdır. Seriyanın bu hissəsində belə bir ulduz görürsə, bu həmin əskinazın xətalı olduğunu bildirir. Əslinə qalanda bu xətalı əskinazın əvəzinə buraxılmış əskinazdır. Xətası, yəni defekti aşkarlanmış əskinaz məhv edilir və yerinə yeni əskinaz hazırlanaraq seriyanın arxasına ulduz yazılır. Və nəhayət üçüncüsü, bu əskinaz kolleksiyacıların axtardığı ladder, yəni pilləkən növlü seriya növündəndir. Yəni fikir versəz, rəqəmlər pilləkən kimi düzgün ardıcıllıqla yüksəlir. 3, 4, 5, 6. Bu əskinaz 2 il əvvəl Heritage ərazisində 204 dollara, bizim pulla 346 manata satılıb. D Pullar kanalına abunə olmağı unutmayın.